Əziz izləyicilər, çeviri üzrə bərabər sürətli hərəkət bölməsindən xətti sürət mövzusunun izahları ilə davam edirik. Digər Güvən 2024 izahları üçün və yaxud digər izahlar üçün kanala keçid edib baxa bilərsiniz. Başlayaq izahlarımıza. Aşağıdakılardan hansı xətti sürətin vahidi deyil? Metr bölü saniyə, desimetr bölü saniyə, bunlar hamısı sürət vahidi. Kilometr bölü dəqiqə, kilometr bölü saat, amma metr bölü saniyə kvadratı təcilin vahididir. Yəni, xətti sürətin vahidi deyil. İkiyə baxaq, çeviri üzrə bərabər sürətli hərəkət zamanı ədədi qiymətcə vahid zamanda cızdığı qövsün uzunluğuna, yəni el bölünsündə bizə hansı fiziki cəmiyyət verir? Əlbəttə, xətti sürəti verəcək. Çeviri üzrə bərabər sürətli hərəkət üçün aşağıdakı ifadələrdən hansı və ya hansılar doğrudur? Baxın, çeviri üzrə bərabər sürətli hərəkət eləyirsə, mütləq şəkildə modul dəyişməyəcək. Yəni, modul nədir? Qiyməti. Yəni, sürətin qiyməti dəyişməyəcək. Amma istiqamət əlbəttə dəyişir. Çeviriyə toxunan istiqamətində hərəkət eləyir. Sürətin istiqaməti isə dəyişir. Cavab olacaq E variantı. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti K nöqtəsində hansı istiqamətə yönələcək? Baxın, saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Saat əqrəbinin əksi istiqamətində baxın, sürət çeviriyə bu şəkildə toxunur. Burada aşağı K nöqtəsindən sağa və bu nöqtədə yuxarı. K nöqtəsində də 2 istiqamətində, görürsünüz, sağa istiqamətə yönələcək olacaq B variantı. 5-ə baxaq, verilmiş radiuslu çevrə üzrə saat əqrəbinin hərəkəti istiqamətində. Yəni, saat əqrəb istiqamətində hərəkət edir bu çevrə. Hərəkət eləyən cismin K nöqtəsində sürətin istiqaməti. Baxın, bu nöqtəyə baxsaq, bu nöqtədə bu şəkildə K nöqtəsində isə belə yuxarı istiqamətə yönələcək olacaq A variantı. Radiusu 1 metr olan çeviri üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin radiusu verib 1 metr. Dövrətmə tezliyi, yəni eni verib 9 saniyənin üstü mənfi 1. Xətti sürəti soruşur. Xətti sürətin dövrətmə tezliyi ilə olan belə bir düsturu var. 2 pi yerən. Getirək verilənləri qoyaq yerinə. 2, p-ni verib 3. R1, n isə 9. Olacaq 6 vurulsun 9. O da bizə 54 metr bölünmüş saniyəni verəcək. Bax, 7-ci sualımıza. Çeviri üzrə bərabər sürətli hərəkətdə cismin xətti sürəti 0,4 metr bölü saniyədir. 5 saniyə ərzində gedilən yox. Xətti sürətin düsturu nə idi? Vahid zamanda gedilən yol, yəni qövsün uzunluğu. Buradan biz eli tapırıq, V-ni vururuq T-yə. 0,4-ü 5-ə vuranda bizə verəcək 2 metri. Olacaq Y variantı. 8-ə baxaq. Radiusu 2 metr olan çeviri üzrə 24 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edən cismin dövrətmə tezliyi. Bu düsturu digər məsələdə yazmışdım. V bərabərdir 2 pi r n. Buradan bir dəfə bizdən n soruşur. N tapanda V-ni 2 pi yerə bölürəm. V nə qədərdir? 24. 2 pi 3, radiusunda 2. Deməli, aşağı eləyəcək 12, 24 bölü 12 də bizə verəcək 2-ni. A variantı olacaq. Baxaq 9-un həllinə. Verilmiş radiuslu çeviri üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin xətti sürətdən asılığı verilib. Çevirənin radiusunu bizdən soruşur. Baxın, bucaq sürəti var, radiusu soruşur. Bizə xətti sürətin hansı düsturu xatırladır bu? V bərabərdir omega r. R buradan tapaq. V bölünsün omega. Baxaq. İstəyirsiniz 4 ilə işləyək, istəyirsiniz 8 ilə işləyək. 4 ilə işləsək də, baxın, eyni qiymət alacaq. 4 bölünsün 1. 4-ü verəcək, istəsək 8 ilə işləyək. 8, omegada 2 olacaq. 8 bölünsün 2 də bizə nəyi verəcək? 4 metr verəcək, olacaq D variantı. Baxaq ona. Uzunluğu 0,5 metr olan ipdən asılmış maddi nöqtə şəkildə göstərilən qaydada şaqili müstəvidə çeviri üzrə bərabər sürətlə hərəkət eləyir. Maddi nöqtənin xətti sürəti 6 metr bölü saniyə olarsa dövrətmə tezliyini tapın. Baxın. Bu ipin uzunluğu elə bizə radiusu verəcək. Radius elə 0,5 metrdir. Xətti sürətimi verib 6 metr bölü saniyə tezliyi soruşur. Yine yuxarıda qeyd etdiyim 2 pi r-in düsturu ilə məsələni həll edəcəm.
Eni tapanda V-ni 2pi-yə bölürük. V nə qədərdir? 6, 2, pi 3, erdə 0,5. Olacaq. 2, 0,5. 1'ə buranda 1'i verəcək. 6 bölü 3 bizə verəcək 2 saniyənin üstündə -1. Baxaq 11-ə. Maddi nöqtənin çeviri üzrə hərəkətində xətti sürətin çevrənin radiusundan asılıdır. Baxın, T konstantdırsa, onda mən xətti sürətim periodla olan düsturundan hərəkət edəcəm. Yəni, bu düsturundan. Period sabit olanda V R-lə necə asılı? Düz mütənasib asılı olacaq B variantı. İndi maddi nöqtənin vermiş radiuslu çeviri üzrə bərabər sürət hərəkətində xətti sürətin dövrətmə periodundan asılıdır. Verilmiş radiuslu sözü var. Deməli, radius sabitdir. Yenə 2pi R bölünsün T düsturuna görə R sabit olanda, onsuz bu 2 sabit bir ədəddir. V T ilə necə asılı olacaq? Tərs mütənasib asılı olacaq. C variantı. Baxaq 13-ə. Dövrətmə tezliyinin sabit qiymətindən, yəni n sabit qalanda V-nin R-dən asılılığını soruşur. Onda 2pi R düsturundan hərəkət edəcəm. Tezlik sabit olanda V R-dən necə asılı olur? Düz mütənasib asılı olur, olur Y variantı. Maddi nöqtənin verilmiş radiusu çeviri üzrə bərabər sürətli hərəkətində xətti sürətin dövrətmə tezliyinin asılığı. Yenə verilmiş radiuslu sözü dediyinə görə bu dəfə R sabit saxlayırıq. V n-dən necə asılı olur? Düz mütənasib asılı olur, olur D variantı. Baxaq məsələmizə. Radiusu 10 metr olan, çeviri üzrə bərabər sürətdə hərəkət edən, yəni bizə R verib. Nə qədərdir? 10 metr. Dövrətmə periodu nə qədərdir? 15 saniyə olarsa xətti sürəti tapın. 2pi R bölünsün T düsturundan istifadə edəcəyik. 2pi 3, R 10, T isə 15. İxtisarlara aparaq. 3 ilə 15 getdi 5-ə, 5 ilə də 10 getdi, qaldı 2, yuxarıda qaldı 2 vurulsun 2 bizə verir. 4 metr bölünmüş saniyəni. Baxaq 16-ya vermiş radiuslu çeviri üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin xətti sürətdən asılılığı verib, radiusu tapın. V nəyə bərabərdir? Omega R. Omega R-nə bərabər düsturu var idi. R tapanda nə edirdik? V-ni omegaya bölürdük. Baxaq. 4-ü 1-ə böləndə də 4 eləyir. 8-i 2-yə böləndə də 4 eləyir. Olur 4 metr. 17-yə baxaq. Radiusu 2 metr olan çeviri üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin dövrətmə tezliyi 3 saniyə üstü -1 olarsa xətti sürəti tapın. Baxın. V 2pi R-nə bərabərdir. Belənləri qoyaq yerinə. 2 vurulsun, 3 vurulsun. 2, n-də 3. 6, 6. Hasilə bizə 36 metr bölünmüş saniyəni verəcək. Baxaq 18-ə. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Trayektoriyası əyri xətt olan hərəkət necə hərəkətdir? Əyri xətli hərəkətdir. Yəni 3. Ən sadə əyri xətli hərəkət çeviri üzrə hərəkətdir. 2. Çeviri üzrə hərəkətdə zamana görə dəyişə bilər. Nə? Sürətin qiyməti və istiqaməti dəyişə bilər. Burada sırf çeviri üzrə hərəkətdir. Sürətin modulu sabit qalan çeviri üzrə hərəkət isə çeviri üzrə bərabər sürətli hərəkətdir. Yəni 7-də bura gedəcək. Çeviri üzrə bərabər sürətli hərəkət periodik hərəkətdir. 4. Dövrətmə periodu və dövrətmə tezliyi bu hərəkəti xarakterizə edən fiziki cəmiyyətlərdəndir. 19-a baxaq. Yenə mətni tamamlayacağıq. Cismin çeviri üzrə tam bir dövr etməsi üçün sərf etdiyi zaman, tam bir dövr üçün sərf etdiyi zaman bizə nəyi verir? Periodu. Dövrətmə periodunu verəcək. 4. Cismin vahid zamandakı dövrlərin sayını isə dövr etmə tezliyi deyilir. Verilmiş radiusu çeviri üzrə hərəkətdə xətti sürət dövrətmə periodu ilə B bərabərdir 2pi R bölünsün D. Verilmiş radiuslu R sabit olanda V T ilə necə asılıydı? Tərs mütənasib asılıydı. Tərsi asılıdır. Dövrətmə tezliyi ilə isə V bərabərdir 2pi R-nin düsturuna görə düz mütənasib asılıdır. Çeviri üzrə hərəkətdə xətti sürət trayektoriyanın hər bir nöqtəsində çevriyə toxunan istiqamətində yönəlir. Test A-nın həllini bitirdik. Test B-nin həllərindən davam edirik. Sabit radiuslu çeviri üzrə hərəkət edən maddi nöqtənin xətti sürətinin dövrətmə periodundan asılılığı verilib. Radiusu hesablayan
Düsturumuz necə idi? V bərabərdir 2 pi r-in. V bərabərdir 2 pi r periyodla olan düsturunu yazaq. 2 pi r bölünsün t. Buradan radiusu tapırıq. Radiusu tapanda nə edirik? V vurulmuş t-ni 2 pi-yə bölürəm. Baxaq. İstəyirsiniz 6 0.2 ilə gedək, siz 3 ilə 0.4 ilə. Gəlin 6-nı qoyaq. Sürət 6, periyodum 0.2, 2 vurulsun, bir də 3. 6 da burada. 6 ilə 6 ixtisar gedəcək. Qalacaq 0.2 metr. 0.2 metrdə bizə neçəni verir? 20 santimetr verir, olur Y variantı. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində verilmiş nöqtələrə uyğun xətti sürətlərin qiymətləri arasında hansı münasibət düzgündür? Baxın, mərkəzindən keçən ox ətrafında fırlanan disklərdə V həmişə R-lə mütənasibdir. Yəni R harda çoxdursa V orada çoxdur. Baxırıq ki 2-nin məsafəsi mərkəzdən budur. 1-in budur, yəni 1 ilə 2 bir-birinə bərabərdir. 3-ün məsafəsi isə oradan hesablayanda daha böyükdür. Ona görə B3-dən kiçik olacaqlar. Olur Y variantı. Baxaq 3-ə. Sabit bucaq sürəti ilə fırlanan R radiuslu diskin kənar nöqtəsinin sürəti V-yə bərabərdir. R bölü 2 məsafədə nöqtənin sürəti, yenə dedik ki, V R-lə necə asılıdır? Bucaq sürətdə sabit olanda, yəni cəmi düstur yazaq, V bərabərdir omega-ya, bucaq sürəti sabit olanda V R-lə düz asılıdır. Radiusu mən 2 dəfə kiçilsəm, sürət ona düz mütənasibət olaraq 2 dəfə kiçiləcək. Radiusu 6 metr olan çeviri üzrə bərabər sürətlə hərəkət edərək 2 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə çatır. Baxın, A-dan B-yə 2 saniyə çatırsa, düzümüz sürətini soruşur da bizdən. Aha, A-dan B-yə 2 saniyə çatırsa, deməli, tezdən A-ya da 2 saniyə sərf edib gələcəkdir. Ümumi nə qədər, periyodu nə qədər olacaq? Ümumi periyodu, baxın, A-dan B-yə 2 saniyə gəlirsə, B-dən A-ya da 2 saniyə gəlməlidir. Yəni, çevirən radiusu 2 saniyə gedirsə, digər yarısında 2 saniyə gedir. Ondan mənim periyodum olur 4 saniyə. Radiusumu verib 6-dır, sürəti tapaq. 2 pi r bölünsün t. 2 vurulsun 3, radius 6, periyod 4. 2 ilə 4 ixtisar edir 2, 2 ilə də 6-na aparıq 3 olur. 9 metr bölünmüş saniyə A variantı. 5-ə baxaq. Cisim verilmiş radius çeviri üzrə bərabər sürətlə hərəkət edərək A nöqtəsindən B nöqtəsinə 5 saniyə çatır. Bu cisimin tam bir dövrdə 60 metr yol getdiyini bilərək sürəti tapın. Sürət üstürü nə idi? L bölünsün T. 60. Deməli, A-dan B-yə 5-ə gəlirsə, deməli, hər bir dilimi 5 saniyə gedəcək. Onda ümumi 5, 15, 20, 15, 20. 20 saniyə vaxt sərf eləyəcəkdir tam bir dövrə. Onda 60-ı 20-yə bölüb tapırıq ki, cavab eləyir 3 metr bölünmüş saniyə. 6-ya baxaq. Radiusu 90 metr olan çeviri üzrə mənə radiusu verib. Verilənlər gəlin yazaq. Mənə radiusu verib 90 metr. Sürəti verib 30 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edən cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə çatacaq? Bax, bunu bizdən soruşur. Gəlin verilənləri yerinə qoyaq. 2 pi r bölünsün t. Buradan rahatlıqla periyodu tapaq. 2 pi r bölünsün v. 2 vurulsun, 3 vurulsun, 90 böl 30. 90 30 getdi, yuxarıda qaldı 3. 6 vuruz 18. Deməli, tam bir periyoda, bax, A-da başlayır, fırlanır, tezdən A-ya gəlir, düzdürmü? Bax, buna 18 saniyə vaxt sərf eləyib. Onda tək, bax, bu A-dan K-ya gəlir. Bu 4 dilimdən birin. Bax, bu bir dilimi nə qədər vaxta gedir? Onda 18-i mən 4-ə bölürəm. Alıram 4,5. Deməli, A-dan K-ya 4,5 saniyə gəlib. Olur B variantı. Bax, 7-ci məsələmizin həllinə. Radiusu 50 cm olan çeviri üzrə bərabər sürətli hərəkətdə hemen radiusu verib 50 cm, onda 0,5 metr elir. Radius vektorun dönmə bucağının zamanla asılı qrafiki ilə xətti sürəti modunu tapın. Baxın, V-nin T-dən asılılığını veribsə, omega bərabərdir Fi bölü T-dən biz omeganı tapıb, sonra V-ni tapa bilərik. Deməli, 80 zamanımda 20. Olacaq omegam 4. İndi məndən xətti sürəti soruşur. Onda omega ilə olan düsturu yazacağım. V omega R-ə bərabərdir. 4 vurulsun 0,5
Bu da mənə verəcək 2-ni C variantı. Baxaq 8-ə. Saatın dəqiqə əqrəbinin uzun nöqtəsinin xətti sürətinin onun uzunluğundan asılığı. V nəyə bərabərdir? L bölü T-yə. Onda V L-lə necə asılı olacaq? Saatın dəqiqə əqrəbinin uzun nöqtəsinin xətti sürətinin onun uzunluğundan asılığına. Düz mütənasibası olacaq. C variantı. İndi isə keçək 9-a. Saatın saniyə əqrəbinin uzunluğu saatın saniyə əqrəbinin uzunluğu 20 santimetrdir. Uc nöqtəsinin xətti sürətini hesablayın. Birinci baxaq. Saatın saniyə əqrəbi. Bir dəfə fırlananda nə qədər vaxt keçir? 1 dəqiqə vaxt keçir. Başqa sözlə 60 saniyə vaxt keçir. Saatın əqrəbinin uzunluğu deyəndə bu dəfə radiusu götürəcəyik. 0,2 metr. Xətti sürəti tapanda 2 pi r bölünsün T düsturundan istifadə edəcəm. 2 vurulsun 3 vur 0,2 bölünsün 60. 2 vur 3 6 xısa getdi 10. 0,2-ni də 10-a böləndə 0,2 o da bizə 2 cm bölünsün saniyəni verəcək. Bax belə məsələlərdə əqrəbin uzunluğu deyəndə siz radius götürün. Verilənləri yerinə qoyub asanlıqla məsələni həll edin. Ona baxaq. Uc nöqtəsinin xətti sürəti. Yəni V-siz 1,2 xətti sürəti 1,2 cm bölünsün saniyə olan saniyə əqrəbinin uzunluğunu tapın. Eli saniyə əqrəbinin uzunluğunu tapın. Eri bizdən soruşur. Gəlin baxaq. Saniyə əqrəbi deyirsə T nə qədərdir? 60 saniyə. Gəlin verilənləri yerinə qoyaq. 2 pi r bölünsün T. Eri məndən soruşur. Eri tapaq. VT bölünsün 2pi. 1,2 vurulsun 60. 2 vuruz bu da 6. 1,2-ni 60 bölü 6. 6 ilə bu xısa gedir. Harada qalır 10. 1,2-ni də 10-a vuranda bizə verir 12 santimetri, yəni B variantı verəcək. 11-ə baxaq. Sabit radiuslu, yəni R sabitdir. Çeviri üzrə hərəkətdən maddi nöqtənin fırlanma tezliyi 400% artırsa xətti sürəti 2 pi r düsturundan hərəkət edirəm. Radius sabitdir. 2 pi onsuz da sabitdir. İndi mənim tezliyim 400% artır. Bax bunun üçün bu məsələləri necə həll edirsiniz? Həmişə 400% artırsa, deməli cisim özü əvvəl 100% olub, 400% də artıb olub 500%. 100-dən 500-ə gəlsə nə qədər artıb? 5 dəfə artıb. Sürət də tezliklə düz asılı olduğuna görə sürətimiz də 5 dəfə artmış olacaq, olur A variantı. Baxaq 12-yə. Verilmiş radiusu, yəni R sabitdir. Çeviri üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti 50% artırılarsa xətti sürəti hesablayın. Yenə xətti sürətin omega R düsturundan istifadə edəcəm. R sabitdir. İndi mənə deyir ki 50% artırılsa. 100 idi, 50% artırıldı, oldu 150. 100-dən 150-yə gəldi nə qədər artdı? 1,5 dəfə artdı da. Onda sürətlə nə olacaq? 1,5 dəfə artacaq. Yəni C variantı olacaq. 13-ə baxaq. Çeviri üzrə bərabər sürətli hərəkətlərdə xətti sürətində öyrətmə tezliyindən asılıq diaqramı verilib. Verilmiş nöqtələrə uyğun çevrilərin radiusları arasında hansı münasibət düzgündür? V bərabərdir 2 pi r n. Radiusu tapanda nə edirəm? V-ni 2 pi n-ə bölürəm. Yəni bu sabit olanda V-ni n-ə bölməliyəm. Görək radiuslar arasında hansı münasibət düzgündür. Yəni V-ni böləcəm n-ə. Bura məsələn müəyyən bir deyək. Görürsünüz, n dəyişmir. Sürət artıqca n dəyişmir. Artıq qiymət də qoysaq, bura 1, bura 2, bura 3. Görürük ki, 3-ü 1-ə böləndə, məsələn, eləyir 3. 2-ni 1-ə böləndə 2, 1-i 1-ə böləndə 1. Deməli, baxın, bu bir nöqtəsində sürətin qiyməti çox olduğuna görə orada avtomatik radius da böyük olacaq. Ona görə 3 böyükdür 2, o da böyükdür 1-dən. Olur D variantı. 14-də baxaq. Xətti sürətin dövrətmə tezliyinin asılıq diaqramında hansı nöqtəyə radiusun ən böyük qiyməti uyğun gəlir? Bunun üçün nə edirik? Yenə düsturumuzu yazırıq. 2 pi r-n. R-i tapırıq V bölü 2 pi n. Yəni V-ni yenə n-ə böləcəyik. Hansı nisbət böyük olsa tapacaq. Bunun üçün elə ən yaxşı yol mərkəzdən belə koordinat başlanğıcına belə bir ox keçirdək. Baxaq hansının bu
bucağı böyük olsa, deməli orada da radius ən böyük olacaq. Hansının bucağı? V-ni n-ə böləndə hansının bucağı daha böyükdür? Əlbəttə 1-in bucağı daha böyükdür. İndi mən burada tam yaxşı çəkə bilmədim. Baxın. Bu 1-in bucağıdır, gördünüz. 4, 5, 2. Bunlar 1 xətt üzərindədir. Bunların bucağı budur. 3-ün bucağı isə daha kiçik. Deməli 1-in bucağı daha böyük olduğuna görə elə radius da orada daha böyükdür. Bu dəfə V-nin xətt sürətin perioddan asılılığı verir. Bizdən radiusu soruşur. 2pi r bölünsün t düsturundan. Gəlin radiusu tapaq. Vt bölünsün 2pi. 2pi. İndi baxaq. Vt bölünsün 2pi bizə nəyi verir? R verir. V bərabərdir 2pi r bölünsün t düsturuna görə mən r tapıramsa Vt-ni 2piyə bölməliyim. Düzdürmü? İndi bu dəfə V-nin t olan hasilinə baxacağıq. Hasil harada böyükdürsə, deməli radius orada ən böyükdür. Burada da əlbəttə baxanda görürük ki, həm t böyük olmalıdır, həm V böyük olmalıdır. Bu da hansı nöqtəyə uyğun gəlir? 3 nöqtəsinə. Həm V özünün ən böyük qiymətini alır, həm də t. Ona görə olur 3. C variantı. Keçək 16-ya. Verilmiş radiuslu çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin fırlanma periodu 16 saniyədir. Periodum 16 saniyədir. Periodum 16 saniyədir. K nöqtəsini keçdikdən sonra 12-ci saniyənin sonunda cismin sürətinin istiqamətini tapın. Baxaq. K nöqtəsini keçəndən sonra sağ əqrəbin əksi istiqamətdə hərəkət edir. Düzdürmü? K-da başlayıb fırlanıb K-ya gəlirsə 16 saniyə vaxt keçir. Düzdürmü? 16 saniyə vaxt keçir. Görə 12-ci saniyədə harada olacaq? Onda hər dilimi nə qədər vaxta keçirsə? Mənim periodum 16-dırsa 4-ə bölürəm. Hər dilimi 4 saniyə keçir. İndi başlayaq. 4 saniyə gəlir bax bu nöqtəyə. Bax K-da belə olacaq. 4-cü saniyənin sonunda belə olacaq. 8-ci saniyədə gələcək bura. Sürət bu istiqamətdə olacaq. 12-ci saniyənin sonunda artıq bu nöqtədə olacaq. Burada da sürət yuxarı olacaq. C variantı. Baxaq 17-yə. Verilmiş radiuslu çeviri üzrə saat əqrəbinin hərəkəti istiqamətində. Yəni bu istiqamətdə. Bərabər sürətli hərəkət edən cismin fırlanma periodu 12 saniyədir. K nöqtəsini keçdikdən sonra 15-ci saniyənin sonunda cismin sürətinin istiqaməti necə olacaq? Deməli, period 4-dürsə, 12-dirsə, 12-ni 4-ə bölürük. Hər dilimi nə qədər vaxta keçir? 3-ə. Saat əqrəbi istiqamətində də hərəkət edirdik. Gəlin 4 istəyə bölək. Bax, K-dan başlayır hərəkət eləməyə. 3 saniyə gəlir bura. Bax, K nöqtəsində özündə belə aşağıdır. 3 saniyə sonra sürət olacaq burada. 6 saniyə sonra gələcək bura, olacaq yuxarı. 9 saniyə sonra gələcək bax bura, olacaq sağa. 12-ci saniyədə olacaq yenə K nöqtəsində. 15-ci saniyədə yenə 3 gələcək bu nöqtəyə, olacaq sola. 17 olacaq A variantı. Maşın 20 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət eləyir. V-ni bizə verib. V-ni bizə verib 20. 9 saniyə ərzində radius 0,3 metr olarsa, təkər neçə dövr edəcək? Yəni yazaq. V bərabərdir 2pi r n. N-i də açaq. 2pi r n-i yerinə yazırıq. Böyük yen bölünsün t. İndi məndən böyük yeni soruşur. Böyük yeni tapanda da nə edirəm? V vurulmuş t-ni 2pi r-ə bölürəm. Bərabərdir. Bərabərdir. V nə qədərdir? 20. T nə qədərdir? 9. 2 vurulsun 3, vurulsun 0,3. Düzdürmü? Yuxarı eləyəcək 180, aşağı eləyəcək 6, 1,8. Onda 180-i 1,8-ə böləndə cavab eləyir 100. A variantı. 19-cu məsələyə baxaq. Disk 1,2 saniyədə 6 dövr edir. Disk 1,2
saniyədə 6 dövr edir. Onu fırlanma oxundan ən kənar nöqtəsinin sürəti 18 metr bölü saniyədir. Diskin radiusunu tapın. Yine həmişəki düsturdan 2πr n bölünsün t düsturundan tapa bilərəm. R'i tapanda nə edirəm? VT-ni 2π-nə vururam. Bölürəm daha doğrusu. İndi baxaq. V-ni yerinə nə yazıram? 18. T-ni yerinə 1,2. 2 vurulsun 3. N-im də yerinə 6 yazıram. Baxaq. 3 vur 6 bu. 18 eləyir. İxtisar getdi. 1,2-ni də bölürəm 2-yə. Olur 0,6 metr. Bunu da santimetrə çevirəndə 100-ə vururam. Olur 60 santimetr D variantı. Külək dəyirmanının pərinin uzunluğu 4 metrdir. Pərin ən kənar nöqtəsinin sürəti ən kənar nöqtəsinin sürəti 6 metr bölü saniyədir. 1 dəqiqə ərzində, yəni 60 saniyə ərzində pər neçə dəfə fırlanar? Eni məndən soruşur. R də verib 4'dür. Yenə 2πr n bölünsün t düsturuna görə N'i soruşur. VT bölünsün 2πr. V nə qədərdir? 6, T 60. 2 vurulsun 3 vurulsun 4. 2'ni 3'ə vuranda 6 yuxarı ilə getdi. 60 qaldı. 60 bölünsün 4 də bizə verəcək. Neçəni? 15'i A variantı olacaq. Sadəcə olaraq verilənləri yerinə qoyub həll edirsiniz. Yəni asan tip məsələlərdir bunlar. Nöqtənin radiusu 40 cm olan çevrə üzrə fırlanması zamanı getdiyi yolun zamanla asılılığı S bərabərdir 2T qanunu ilə dəyişir. Maddi nöqtənin dövrətmə periodunu tapın. İndi nə edək? Bax, bizə getdiyi yolu verib. Bundan bir dəfə törəmə alsaq, sürəti tapırıq da, düzdürmü? 2T'nin törəməsi də bizə 2'ni verir. Deməli, bizim sürətimiz 2 metr bölü saniyədir. Radiusu 40 cm, 0,4 metr kimi yazıram. Periodu tapaq. Sürət 2πr bölünsün t'dir, düzdürmü? T'ni tapanda nə edirəm? 2πr'i v-yə bölürəm. Gəlin verilənləri qoyaq yerinə. 2 vurulsun, 3 vurulsun, 0,4 bölünsün 2. İxtisar gedir, 3 vurulsun, 0,4 bizə verir 1,2 saniyəni, yəni D variantını verir. İndi 23'ə baxaq. Radiusu 2 metr olan çevre üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin dönmə bucağının zamanın asılılığı fi bərabərdir 4D şəklindədir. Məndən xətti sürəti soruşur. Radiusumu verib 2 metr. Mənə fini verib. Bax, bu fidən bir dəfə törəmə alsam, mən nəyi tapacağım? Bucaq sürətini. Çünki bucaq sürəti nədir? Dönmə bucağının zamana nisbətidir. Yəni mən zamana görə bir dəfə törəmə alsam, bucaq sürətini tapıram. 4T'nin törəməsi də bizə 4'ü verəcək. Deməli, mən bucaq sürətimi tapdım. İndi məndən xətti sürəti soruşur. Məndə bucaq sürəti var, bir də radius var. Xətti sürəti necə tapıram? V bərabərdir omega r kimi. Omegam 4, radiusum 2. Cavab eləyəcək 8 Y variantı. Hı -hı. 22'ni yazmadıq, ha? Birbaş 23'ə keçdi. İndi 22'ə baxaq. Radiusu 3 metr olan yeri verib. Çevre üzrə bərabər sürətlə hərəkətdən maddi nöqtənin getdiyi yolun zamanın asılılığı verib. Onun bucaq sürətini soruşur. S'i verib. S'dən də bir dəfə törəmə alıb sürəti tapacağam. Eləyəcək 6. V də nəyə bərabərdir? Omega r-ə. Omegamı tapanda V-ni r-ə bölürəm. V-ni V-im 6, r-im 3. Böləndə cavab eləyir 2 B variantı. Arada elə diqqətsizliklər olur. 21-dən 23'ə keçdik gördüyünüz kimi. Baxaq 24'ə. Aha, verilmiş radiusu çevre üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin xətti sürətinin dövrətmə periodundan asılılığı verilib. Çevrənin radiusunu tapın. 2πr bölünsün t düsturuna görə məndən r-i soruşur. V t ilə tərs asılı, düzdürmü? Gəlin radiusunu tapaq buradan, düsturdan. V t bölünsün 2π'yə. Verilənləri qoyaq yerinə. 12 sürət 12 olanda period 4 olub. Aşağıda 2 vurulsun 3 6. 2 vurulsun 4 da eləyəcək 8 metr. 24 bitti, keçək 25'ə. 25'ə baxaq. Diametri
60 sm olan diskin dövrətmə tezliyi 2 saniyədir. Baxın, mənə diametri verib 60 cm-dir. Mən bilirəm ki, mənim diametrimin yarısı nədir? Radiusdur, yəni 30 cm. 0,3 metr. Düzdürmü? Mən radiusumu tapdım. Mənə tezliyi də verib 2 saniyə üstü -1. Ən kənar nöqtənin sürətini elə 2 pi r-dən tapa bilərəm. 2 vurulsun. Ən kənar nöqtə elə radiusdur da. Məsələn, bu çevrə deyil. Onun ən kənar nöqtəsini, yəni bax, buranın sürəti v-dir. Onda radius mərkəzdən radius uzaqlıqda olacaqdır o sürət. Ona görə ən kənar nöqtə olaraq elə radiusu götürək. 2 vurulsun, 3 vurulsun, 0,6 vurulsun 2. Eləyəcək 1,2 2 vurulsun 3, 6, radiusun 0,3, 1,8, 2 də vuruldu 3,6. Olacaq 3,6 metr bölünmüş saniyə. Baxaq 26-ya. Maddi nöqtə radiusu 4 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtə radiusu 4 metrdir. 1 dəqiqə ərzində, yəni 60 saniyə ərzində 10 dövr edir. Xətti sürəti tapın. Yenə 2 pi r n bölünsün t. Eyni düsturdan istifadə edəcəyik yenə. Yazaq yerinə 2 vurulsun 3, vurulsun 4, vur 10 bölünsün 60. 10, bax 2 vuruz 6, burada da 1, 10, 60. Bunlar hamısı ixtisar getdi. Cavab yuxarıda ilə 4 qaldı. Oldu sürət 4 metr bölünmüş saniyə. 27-yə baxaq. Uzunluğu 60 mm olan saatın saniyə əqrəbinin, saniyə əqrəbi nə qədər bir dəfə dönəndə 60 saniyə vaxt keçir. Uzunluğu da verib 60 mm-dir. Xətti sürəti tapın. V bərabərdir 2 pi r bölünsün t. 2 vurulsun 3, vurulsun 60, biz bunu metrə çevirməliyik də, santimetrə çevirməliyik. Olacaq 6 bölünsün 60. 10, 6-nı da 10-a böləndə 0,6 santimetr bölünsün saniyə. Baxın, bu 6 santimetrdir. 1 santimetrimiz 10 mm daxil, ona görə oradan tapdım. Keçək 28-ə. Deməli, radiusu 40 santimetr. 40 santimetr olan çevre üzrə fırlanması zaman getdiyi yolun zamandan asılığı 2t qanunla dəyişir. Bucaq sürətini tapın. Yenə S-dən bir dəfə teorem alıb sürəti tapıram. O da eləyir 2. V də omega r-ə bərabərdir. Mən omegamı tapanda V-ni r-ə bölürəm. 2, r-im də 40 cm. Onda çevirəndə metrə 0,4-ə bölür, 100-ə bölür, olur 0,4 metr. 0,4-ə bölürəm. Cavab neçə eləyir? 5. 5 radian bölünsün saniyə mənim bucaq sürətimdir. Baxaq 29-a. Maddi nöqtə radiusu 4 metr olan, radiusu verib. 4 metr olan çevre üzrə bərabər sürətlə hərəkət eləyir. 60 saniyə, yəni 1 dəqiqə ərzində maddi nöqtə 10 dövr edirsə, xətti sürət 2 pi r n bölünsün t. 2 vurulsun 3, vurulsun 4, vur 10 bölünsün 60. Cavab oldu 4. Bu məsələ elə bir işləmişdi ya, təkrar düşürdü məsələ. 30-a baxaq. Vermiş radiusu çevre üzrə saat əqrəbi hərəkətinin əksi istiqamətində, yəni saat əqrəbinin əksi istiqaməti bərabər sürətlə hərəkət edən cismin fırlanma periodu t-si 20 saniyədir. 5-ci saniyə, 10-cu, 15-ci saniyə sonra cismin sürətini tapın. 20 saniyədirsə, bu 20-ni 4 yerə bölürəm, olur 5. Deməli, hər dilimi bu cisim 5 saniyəyə gedib, düzdürmü? İndi baxaq. Cisimdə K-dan hərəkətə başlayır, saat əqrəbinin əksi istiqaməti. 5-ci saniyədə gələcək, baxın bura. 5-ci saniyədə gələcək, bax bu nöqtəyə. Onda sürət hara olacaq? Çevrəyə toxunan sağa. Düzdürmü? Onda 5-ci saniyədə baxın Y. Yəni bu istiqamətdə olacaq da Y. İndi deyir 10-cu saniyə. 10-cu saniyədə baxın 5, 10. 10-cu saniyədə bura gəlir. Onda sürət nə olacaq? Yuxarı istiqamətdə olacaq. Ona görə yuxarı hardadır? C variantındadır.
Birinci Y, ikinci C. 15-ci saniyədə 5, 10, 15-ci saniyədə bura gələcək. Onda sürət nə olur? Sola. Yəni D variantı olacaq bu da. Y, S, D. Bu tür məsələlərdə baxın, əgər nöqtə K veribsə, K nöqtəsini keçdikdən sonra deyir. Onda elə cismin başladığı nöqtəni K götürün, elə daha rahat tapacaqsınız. 31-ə baxaq. 3 müxtəlif radiusu çeviri üzrə bərabər sürətli hərəkətdə xətti sürətin dövrətmə tezliyi ilə asılı qrafikləri verilib. Radiusları artan sırayla düzün. Bax, tezliklə olan düsturu yazıram. Radiusumu tapıram. Radiusum nəyə bərabərdir? R bərabərdir. V bölünsün 2 pi n-ə. V-ni n-ə bölürəm. Bu 2 pi də onsuz da sabitdir. V-ni n-ə bölürəm, radiusu tapıram. İndi görək V-nin ən böyük, n-in ən kiçik qiymətini tapmalıyam. Çin burada nisbət daha böyük olsun da, məsələn. Bax, bu sürətin bu qiymətinə 3, tezliyə 1 deyək. Bura 2 deyək sürətə, tezliyə də 2 deyək. V-yə 1 deyək, burada 3 deyək. İndi yaxşı çəkmədim mən. İndi baxaq, V-ni n-ə böləndə birinci nöqtə üçün yazsaq. 3 bölünsün 1, 3 elədi. İkinci nöqtə üçün tapsaq. 2, tezlik 2. 2 bölü 2 bizə nəyi verir? 1 verir. Üçüncü nöqtə üçün tapsaq. V sürət 1-dir, tezlik 3-dür, 3-də 1 olur. Onda artan sırayla. Artan sırayla düzən deyəndə və nəyi səhv elədik? Artan, azalan sırayla 3, 1. Hə, 3 burada da, bağışlayın. Hə, artan sırayla deyəndə azdan çoxa gedəcək. 3, 2 və 1. Mən bu istəyə baxıram, ona görə biraz çaşdım. Hə. Artan sırayla deməkdir ki, az olandan çox olana gedirik də, olur. 3-də 1, 1, 3, yəni 3, 2, 1. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə, videonu like edin, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.